oğurluq edir. Söhbət Məlahət Qəhrəmanovadan gedir. İndi hamı fikirləşəcək, özü də gülür. Görəsən, o vaxtından çox oğurluyur, o yuxusundan çox oğurluyur həqiqətən. Gecə-gündüz yollarda qalır, gedir xaricə. Mən onun Londonda, mən onun Çində, mən onun böyük, güclü dövlətlərdə ixtiralarını necə qəbul etmələrini və maraqlanmalarını və Məlahət xanım, gəlmə yenə deyirəm, biz səhiyyənin ocağı kimi İsraili qəbul edirik, amma İsraildə nə deyirlər, gəlsəniz, burada bir yer açsanız, bu öz ixtiralarınızı bura gətirsəniz, bunlar hamısı çox xoşdur eşidəndə, qulağa çox xoş gəlir, amma bu xoşun arxasında böyük bir zəhmət var, dediyim kimi vaxt oğurluğu var, bütün vaxtını oğurluyur və ora sərf edir və bugün isə biz onun vaxtını oğurlayıb məsləhətlər alacağıq. Nə edək, oradan mı başlayaq, yoxsa? Məsləhət sizindir. O zaman gəlin ora keçək ki, biz valideynlərə bir fayda toxunduruq, bəli. Çünki inanıram ki, evladlarını çox istəyən valideynlər bu dəqiqə gözləyir. Deyir ki, bu Reyhan görəsən nələr eləyə bilər? Görəsən, bugün mən Evrolüx'a yenə təşəkkür edəcəm. Bax, bütün avadanlıqlar burada, lazım olsa istifadə edəcəyik. Mən bilmirəm söhbət nədən gedəcək, amma indi görək bizim... Bax, gördüyünüz mən köməyim olacaqsa, mən əlcəyimi geyinəcəm. Sizin əlcəyi onsuz da var. Bu əlcəyi ondan deyil. Olsun, amma indi ikisini üst-üstə geyindirə bilirim. Məsələn, mən bunları niyə götürdüm? Niyə götürdüm? Gördüyünüz kimi, bax, burada zoğları var. İri, görürsünüz, ən iri reyhanları seçmişik. Bu ona görədir ki, bəli, bunu deyirik ki, bərkdir. Amma əslində bunların tərkibinə görə mən bu gövdələrini belə enli və qalın götürdüm ki, bizə bu lazımdır deyirsiniz. Bəli, gövdələri mütləq lazımdır, yarpaqlar da lazımdır, hamısı. Amma bu gövdənin tərkibində olan K vitamini, minerallar bizə daha çox lazımdır. Ona görə ki, bunun tərkibində olan minerallar, antioksidantlar, vitaminlərlə çox zəngindir və K vitamini. Görürsünüz ki, son vaxtlarda D vitamini, K vitamini ilə paralel verirlər. Qəbul edilir, deyirlər, onda daha yaxşı. Ona görə daha ki, amma bunu mən bu günləri valideynlərə ən çox uşaqlarda boğaz ağrısı çox yaygındır. Stafilokok olan, tez-tez boğaz gəlməsi olan insanlar çoxdur. Reyhanın da bu faydası var. Bəli, reyhanın orada antiseptik təsiri qıcıqlandırıcı halları qaldırır. Stafilokokları, mikrobları, deyək ki, o infeksiya olanda, virus olanda bunun da indi hazırlanma qaydasını deyəcəm. Bunu götürürük, məsələn, blenderdə keçiririk. Gəlin belə doğrayıcı lazımdır bizə, düzdür. Əziz xanımlar, mən buradan bir daha demək istəyirəm. Biz reyhanla uşaqların öskürəyi zamanı, uşaqların boğazları qıcıqlanan zamanı. Ən çox angina deyək də, belə daha çox. Qlandaların şişməsi zamanı. Bəli, bendalların şişməsi zamanı valideynlər qış aylarında tez-tez uşaqlarda boğaz ağrısı olur. Bəli. Çox xəstələnirlər. Qlanda dediyimiz badamcıqlar, bəli. Ona görə bu daha faydalıdır. Reyhandan faydalı bir doğrayırıq. Bunlar görürsünüz çox rahatlıqla doğulur. Bir də bunun üstünə xüsusi vurğulayaq. Əziz xanımlar, biz nəyi sevirik? Bax, belə götürürük salata və bunu atırıq qırağa. Yox, onlar mütləq lazımdır. Bunu atmayacaq. Bizə qalın zoğlar lazımdır. Bunlar lazımdır. Ona görə də biz bunları ora qoyuruq hamısını. Belə də qoyuruq. Çünki bunlar çox yumuşaqdır, o qədər bərk deyirlər. Bəzi bitkilərdə onlar çox bərk olur. Və bir dəstə, indi burada biraz çoxdur, amma ki bir dəstə bəs eləyir. Bəli. Bunları da məsələn atırıq ora ki, bu xırda zoğları atmırsınız. Zoğ mütləqdir. Bunlar mütləq atılmalıdır içərisinə və limon götürürük. Limonu qabıqlı eləməliyik. Yəni bunu bir yarım limon bəs eləyir. Bunu da doğrayacağıq onun içində, deyil mi? Bəli, belə elə xırda belə eləsək. Onlar doğrayarıq da, bəli, doğrayarıq. Mən mətbəxdə biraz zəifəm, mən sizə yardım edirəm. Mən nanəni gətirmişəm, amma nanə ora az lazımdır. Burada ən çox limon, K vitamini çox olduğu üçün limon mütləq lazımdır ki, bəzi insanlarda uşaq olsun böyle irsi faktorlar var ki, laxtalanmaya meyilli insanlar var. Ona görə K vitamini biraz laxtalanmanı artırır, o yüzden biz orada limonu mütləq istifadə etməliyik. Limonun da tərkibində C vitamini olduğu üçün, C ilə zəngin olduğu üçün çox lazımdır uşaqlara. Burada hardasa 3 sap nanə var. Burada da yenə zoğlu nanə olmağı çox önəmlidir. Bizim üçün zoğ önəmlidir. Bəli, bunları eləyirik və bura bir stəkan su da əlavə edirik. Suyun temperaturu? Normal olmalıdır. Ev şəraitində olan normal olmalıdır. Elə bizdə də otaq temperaturundadır. Bəli. Çox gözəl. Bunu çox gözəl qarışdırırıq blenderdə. Bəli. Bu dəqiqə Məlahət xanım. Mən edəcəm, narahat olmayın.
ixtiralardan vaxt çatır ki mətbəxə? Çatmır ki? Yox, mətbəxi çox sevirəm. Əvvəllər çox sevirdim, amma indi vaxt olmur. Dünən mən də təsir dairəsində deyirəm. Mənim bir mətbəxim var idi. Tamaşaçıdan yenə sükutu pozduğum üçün üzr istəyəcəm. Çünki Evrolux'un blenderın işə salınır. Rəngi də gözəldir. Reyhan varsa, rəngi təbii ki, gözəl olacaq. Gözə yarıdır, amma bundan, məsələn, bunun tərkibi çox zəngin olduğu üçün gün ərzində 3-5 dəfə vermək olar. Yeməkdən sonra da verə bilərlər. Hətta bunu qarqara kimi də istifadə edə bilərlər. Uşaq üçün, bəli, qarqara kimi boğaz ağrılarına. Mən indi buna əsasən uşaqları nəzərdə tutdum, amma böyüklərdə də antiseptik, antioksidant təsiri olduğu üçün çox qəşəng hər kəs bunu istifadə edə bilər. Əslində çox edə bilərəm. Sadəcə həm liflərimə keyfim gəlir, həm də efir vaxtı. Yox, onları indi mən götürərəm Məlaət xanım. Sizin üçün. Təşəkkür edirəm. Görün, necə səliqəli iş görürük biz burada. Bəli. Və indi biz bundan, oradan bir 3 stəkan alım sizdən. Çünki istəyirəm sizin. Biraz yaxşı qarışmır. Çünki yaxşı qarışmayıb efir vaxtına görə çox səs-küy sala bilmirik biz. Amma inanın ki, bu nə qədər, yəni enerji bombası deyilən budur. Fayda deyilən budur. Amma bu qatı olduğu halda indi biz reyhanı çox elədik. Suyu çox atırsın. Biraz suyu artırmaq olar. Suyu artırdığımızda bu qış aylarında ümumiyyətlə çox faydalıdır. Amma məsələn, uşaqlarda istənilən vaxtı, yay ayları da olsa, indi bu saat çox uşaqlarda kəskin öskürək, virus əlamətləri çoxdur. Boğaz ağrısı olan tez-tez xəstələnən uşaqlar heç olmasa həftədə 1-2 dəfə valideynlər bunu hazırlayıb verməkləri çox önəmlidir və çox faydalıdır. Mən bunun bir dadına baxmaq istəyirəm. Mən sevərəm. Əladır. Mənim ağız dadıma çox uyğundur. Nə? Deyir, izləyicim biri soruşub ki, şəkər tozu əlavə eləyə bilərəm. Eləyə bilərsiniz, amma çox qədər ehtiyac yoxdur. O zaman reyhan kompotu hazırlayaq biz. Limon, bal da ata bilərlər. Uşaqlar üçün dadlı olsun deyinə. Bal olsa çox gözəl olar. Onun heç bir ziyanı yoxdur. Əlavə eləyə bilərsiniz. Amma dadı çox yaxşıdır. İstədim əlimdə götürüm aparım. Həmə əlimdə aparım. Yadıma düşdü ki, anam izləyir. Bu dəqiqə mənə bir mesaj yazar ki, hanı o məcməyin sənin? O nə qonağa? Qulluq. Valla inanın ki, yazara həmin dəqiqə atam, anam dərhal mənə bütün iradlarını istəyərəm sizdə. Jalə xanım, dünəndən biraz nasaz ediniz. Buyurun, əsilsizlikdir. Elgin doktor, reanimat otağında faydası toxunacaq enerji bombasıdır çünki. Təşəkkür edirəm mən Məlaət xanıma. Və çox istəyərəm ki, hər dəfə bu cür faydalı məsləhətlər versin. Məsələn, mən özüm bu kimi, belə deyim də, ərzaqlardan hazırlanan smuzilər, faydalı məsələ çox bilirəm. Bunu bilmirdim. Məsələn, reyhan, nanə, limon və lazımdırsa uşaqlar sevsinlər deyə bal, bunu bilmirdim. Bəli, edin. Mən bilsəydim, özüm də bura bal qoyardım. Əslində, yuxarıda otaqda var. Amma eyb yox, mənə bu dad da xoşdur. Məlaət xanım, təşəkkür edirəm. İnanıram ki, bunu çox faydası var və uşaqlar üçün də çox var. Amma mən sizə bir söz deyim ki, biz bugün ən çox mövzumuz parazitlərdir. Bəli, keçirik ora. Və uşaqlarda ümumiyyətlə, Jalə xanım çox gözəl test keçirdi və sinir sistemi ilə bağlı mən bir şey də vurğulayım ki, bugün valideynlər çox yaxınlaşır ki, uşağım çox əsəbidir, uşağım çox əsəbidir. Bu söz sanki insanların beyninə həkk olunur. Bunun qurtla da əlaqəsi ola bilər? Bəli, birbaşa ali sinir sisteminə təsiri var. İstənilən qurt növünün, məsələn, ən çox nevroloqlar bizə göndərir, trixanella qurdu olan uşaqları bizdə müayinələrdə, yəni bizim klinikamızda deyərdim ki, bütün laborator müayinələr var. Onunla da yanaşı xüsusi nəcis testi var ki, o test paneli var ki, onunla bütün qurd növlərinin aşkarlanması mümkündür. Və təbii ki, reaktivlər də var ki, olmayan reaktivim yoxdur. Çünki ən bahalı reaktiv olsa belə,
Biz parazitlərin yoxlanması üçün bütün deyərdim ki, laboratorla Jalə xanımın deyəsə xoşuna gəlib. Hamısını için. Həm də onun indi ehtiyacı var. Biraz nasazdır səhətində. Doğrudan neçə vaxtda görməmişdir. Mən burada bir məsələyə toxunum, sözünüzü kəsərək, balla kəsim. Çünki mənim üçün bu məlumatı çatdırmaq da lazımdır. Doktorumuz kollektivi ilə birlikdə bölgə səfərlərinə gələcək. Hansı valideynlərin ki, sözü gedən məsələlərlə bağlı narahatlıqları var. O zaman bilin ki, 13-ü Lənkəranda, 19-u Bərdədə, 20-si Gəncədə, 27-si isə Qubada olacaq Məlaət xanım komandası ilə birlikdə. Bir daha deyirəm, 13-ü Cənubda Lənkəranda, 19-u Bərdədə, qışı yayı gözəl olan Bərdə, 20-si bizim doğma Gəncə, 27-si isə Şimalın gözü Qubada olacaq. İnşallah kim qəbula yazılmaq istəsə, əlaqə nömrələri ekrandadır. 051 388 70 70-dən bu qəbullara yazıla biləsiniz. Bax, əsəb dedik, qurd uşaqlarda, uşaq dediniz, balaca boyluğa səbəb ola bilərmi? Çünki mən bunu eşitmişəm, sizdən dəqiqləşdirmək istəyirəm. Təbii ki, çoxdur. Bugün, məsələn, dünyada qurd xəstəlikləri deyərdim ki, öndədir. Ona görə ki, insanlarda bütün orqanizmə fəsad verir və mədə-bağırsaq sisteminə, sinir sisteminə, istər qandamar sisteminə, bütün vücudun istənilən bir yerində parazit məskunlaşa bilər qurd və insana zərər verə bilər. Göz dibindən tutmuş, ürəkdən, məsələn, limfalara qədər, yəni bu olması mümkündür. Qurdlar 3 qrupa bölünür. Sorucu qurdlar, lent şəkillilər, girdə qurdlar. Və bu qurd növlərindən asılı olaraq orqanizmə müəyyən fəsadları və təsirləri var ki, deyərdim ki, bir çox infeksiyaların yaranmasında belə həmin parazitlərin böyük rolu var. Parazitar xəstəliklər dedikdə biz bugün çox geniş danışardım mən burada. Danışın, zamanımız var. Əsas sevindirən nədir? Bizim apardığımız müalicələr və mən öz ixtiram əsasında hazırladığım məhz bu parazitar xəstəliklərdən hamısında parazitalgin kapsulu və siropu var burada. Bunları uşaqlarda rahatlıqla içə bilir. Bunların hər biri mənim öz ixtiram əsasında hazırlanır və bildiyimiz kimi bu dövlətimiz tərəfindən, Səhiyyə Nazirliyi tərəfindən tam təsdiq olunur. Yoxsa satışda olmaz amma... Təbii ki, bu heç istehsal oluna bilməz. Bu yan təsirləri varmı? Çünki uşaqlarda deyirik. Baxın, bunlar tam təbiidir. Heç bir kimyəvi katkısı yoxdur. Bunlar tam təbii olduğu üçün orqanizmdə, yəni məsələn bilirik ki, qurd dərmanlarının qaraciyərə mənfi təsirləri var və bunlarda elə bir, demək olar ki, xüsusiyyət yoxdur. Burada ancaq seçilmiş bitkilərdir ki, bu bitkilər əsasında tam bunlar hazırlanıb. Və mənim əsas məqsədim odur ki, uşaqlarda kiçik, deyirsiniz ki, cırtdan boyluluq, kiçik boyudan, inkişafdan qalma, təbii ki, iştahsızlıq, halsızlıq, belə uşaqlarda yuxudan duran zaman ağızlarında acılıq, ürək bulanma ilə dururlar, əsəbi gərgin olurlar. Yuxu yatanda ağızdan suyun gəlməsi, balış bir də görürsünüz suyla islah. O təbii ki, onlar da var. Diş qıcama olur, ağız suyu ifrazı olur. Bundan başqa da belə xəstələrdə göbək ətrafı sancılar olur. Gecə uşaqlar qışqıraraq yuxudan ayılırlar. Yəni, anus ətrafı parazitləri valideynlər də görə bilir. Hətta bir dəfə bir valideyn gəldi ki, yuxudan uşaq qışqırdı, ayıldı. Mən şok oldum, pastelin üstündə nə qədər xırda bağırsaq qurtları var idi. Olur bu şeylər. Məsələn, elə xəstələrimiz olub ki, uzun müddət nevrozdan əziyyət çəkən xəstəmiz vardı, müəllimə idi. Biz onun ödünü yuyandan sonra ondan 3 dənə böyük soxulcan düşmüşdü. Ondan sonra o xanım nə qədər rahatçılığını qovuşdu. Yəni, burada orqanizmdə təbii ki, bütün xəstəliklər bir-biri ilə əlaqəli ola bilir, bağlı ola bilir. Amma mən onu qeyd eləmək istəyirəm ki, bugün parazitar xəstəlikləri, yəni birbaşa bütün səhiyyə işçilərinin birbaşa vəzifə borcudur parazitlərlə məşğul olma. Yəni, istənilən ixtisas həkimləri tam bu haqda məlumatlı olmalıdır. Mən orada kitabımı da göstərdilər. Bu beynəlxalq ilk dəfə Azərbaycanda parazitologiya konferansını mən təşkil elədim. Burada təbii ki, təbibin, Səhiyyə Nazirliyinin, həmçinin də Vəli Axundov adına olan Elmi Profilaktika İnstitutu ilə birgə apardığım bu konferans çox böyük, demək olar ki, rezonansa səbəb oldu və Azərbaycanda ilk dəfə bu konferansı mən təşkil elədim və kitabım da məhz tibbi parazitologiyadır. Bunu ona görə vurğulayıram ki, mən
dəfələrlə bunu həmişə vurğulamışam ki, parazitar xəstəlikləri hər bir tibb işçisi nəzərə almalıdır. Ona görə ki, 188-ci əmr və 217-ci əmrdə bu deyilir ki, birbaşa vəzifə borcudur. Çünki sosial şəbəkələrdə bugün çoxları məsləhət verir, çox, məsələn, hazırlanmış siroplar, çaylar, məsləhətlər görülür. Amma belə valideynlər gəlib ki, uşaqlarda hətta zəhərlənmə halları olub. Çox diqqətli olmaq lazımdır. Çox diqqətli olmaq lazımdır. Təbii vasitədir deyib, məsələn, üzərlik toxumunu qaynadıb içən olub, ağır zəhərlənmə ilə müraciət eləyib. Yəni, burada mən onu demək istəyirəm ki, təbii vasitə ilə də olsa, qurd daxildə ölmür. Düzgün doza təyin olunmayanda, öz başına içilən, düzgün istifadə olunmayan bitkilər özü belə zərər verə bilər. Qaş düzəldən yerdə vurub gözü çıxarmaq mümkündür. Bəli, ona görə bütün parazitar xəstəliklərdə, aparılan müalicələr dəqiq olmalıdır. Məsələn, götürək ləmbulozları. Ləmbulozu olan xəstələr əmöblərdəndir, amma bu bir hüceyrəli olduğu üçün ibtidailərə aiddir. Amma bəzən onu indi elə arasında parazitlərin bir növüdür, qurd növü kimi də qəbul edirlər. Bu, birbaşa öd kisəsinin funksiyasını pozur, öddə seliyin miqdarı artdıqca ödün funksiyası pozulur. Amma bəzən görürsən ki, bu qurd növünün kimi qəbul olunduğu üçün bəzi dərmanlardan istifadə eləyirlər və düzgün müalicə aparmadığı üçün xəstələr illərlə bu xəstəlikdən əziyyət çəkirlər. Ləmbulə deyərək illərlə gəzən xəstələr var. Bəzən də mən bəzən eşidirəm ki, qurd hamıda var, qurdun müalicəsi o qədər önəmli deyil. Belə şeylərlə də rastlaşırıq. Amma qurdun orqanizmə verdiyi fəsadı heç nə verə bilməz. Mədə-bağırsaq sistemini də pozur. Əbəs yerə deyilmir ki, hər həkim mütləq. Çünki hər sahəyə ziyanı var qurdun. Əgər qurd qalacaqsa, özünə yurt yer edəcəksə. Baxın, adicə götürək qaraciyər öd xəstəliklərdə. Xəstələrdə görürsə ki, köp olur, qaz olur, ürək bulanma olur. Belə xəstələr uzun müddət, məsələn, mədə-bağırsaq müalicəsi apara bilər. Gedirlər, məsələn, ödə baxırlar, öddə çöküntü var, qatlaşma var, ya mədə-bağırsaqda həzm prosesi normal deyil, qəbizliyi var. Uzun müddət bu xəstələr müalicə alır. Amma parazit heç vaxt nəzərə alınmır. Bu alınmadığı üçün... O da qaldığı müddətdə, bəli, müalicənin də... Xəstə biraz müalicə alır, müəyyən müddətdən sonra yenə də xəstədə müəyyən narahatçılıqlar üzə çıxır. Məlahət xanım, bax, valideynlərdən danışdıq, indi analar oturub izləyir də. Ən çox ev şəbəkəsi, buradan yeri gəlmişkən mən bizim əməkdaşlara deyim, ötən həftədən 2 həftə qabaqdan bir xanımın sualı qalmışdı. Səhv etmirəmsə fotolu sual idi, onu mənə təkrar göndərib və ya bir bəy idi, xatırlamıram, axır ki bir sual var idi, onu mütləq, hətta görüntü də çəkib göndərmişdi, onu da mənə atın zəhmət olmasa. Dədə-babadan Məlahət xanım, belə görmüşük. Bu uşaq arıqlayıb, yəqin bunun qurdu var. Bəli. Abala, gecə soxulcan kimi yerində eşələnir, yəqin bunun qurdu var. Yəni, bir neçə hallar var, siz sadaladınız, biz dediyimiz kimi o dişin qıcava, ağız suyu və s. və özünü göstərən və göstərməyən səbəblər var. Valideynlər evdə nəyə diqqət etməlidir? Yay gəlir, uşaqlar torpaqla, həyətdə, göy-göyə, bitki ilə, yəni meyvə ilə bütün günü təmasda olacaqlar, əl yerdə, əl nəyəsə dəyədə. Nə etsin? Nəyə nəzarət etsin? İlk öncə gigiyenik qaydalara ciddi nəzarət olmalıdır. Gigiyenik qaydalar dedikdə, bəzən bax, uşaqlar gedirlər, dediyimiz o gigiyenik qaydalara valideynlər nəzarət eləyə də bilər, eləməyə də bilər. Hər kəs istənilən vaxtda yoluxa bilər, heç kim bundan sığortalanmır. Nəinki uşaqlar, biz özümüz böyüklərdir. Neçə yaşında o gün bir kişi sizə babamız müraciət elə? 76 yaşı var idi. Bizim müalicənin üstünlüyü bilirsiniz nədir? Bayaq orada göstərilən o kadrda göstərilən o qurdları bizdən evdən valideynlər çəkib göndərir. Bizim verdiyimiz müalicə ilə bütün parazitlər tökülür və valideyn ya xəstə onu gözündən görə bilir və müşahidə eləyə bilir. Bunun, mən nəyə görə deyirəm bunu? Bəzən deyirlər ki, qurddur, heç nə. Amma baxın, inkişafında da, boyunda da 3 aydan sonra o uşaqların boyunda da biz onu müşahidə eləyirik. Hər dəfə gələndə onların boyu, çəkisi nəzərə alınır, yazılır. Uşaqlarda çəki artımı da müşahidə olunur. Valideyn bunu gözünlə görə biləcək dərəcədə uşağında rahatçılığını görür. Yəni, qurd var deyib üstündən keçməklə olmaz. Yəni, əgər valideyn bugün deyirsə ki, mənim uşağımda qurd var, uşağım narahatdır, həkim onu
heç nə olmaz, yoxdur deyərək yola salmamalıdır. Ya hər hansı bir tabletka ilə o xəstəlik müalicə olunmur. 3 günə parazit, qurt müalicə olunmur. Bəzən 3 günlük dərman, ən azı protokolla da olsa belə 45 gün, 1 ay 45 günə qədər, ay yarıma qədər qurdun müalicəsi var. Məlaət xanım, bir sual verəcəm, çünki yadımdan çıxar, sonra məni çox narahat edən sual idi bu. Bax, qurdu deyirsiniz, ödə təsir eləyir, boya təsir eləyir, əsəbə təsir. Bir sözlə, bütün həkimlər bilməli və qurdu sıradan hesab etməməlidir. Və təbiidir siroplar, mən bunu bilirəm. Amma bir də var hamilə qadın, qurddan əziyyət çəkirsə, bu qurdun dölə keçmə imkanı varmı? Və ya keçərsə, təbii ki, Allah uzaq eləsin, nə ilə nəticələnər və hamilələrə qarşı necə yanaşırsınız ümumiyyətlə? Hamilə qadında qurd varsa nə etməlidir? Bu siroplar hamilə qadının da içəcəyi qədər tam təbiidir. Heç bir nə siropumuz, nə çayımız, nə parazitalgin kapsula hamilə qadınlara biz tövsiyə eləmirik. Olmaz deyirsiniz. Ümumiyyətlə, qurd dərmanlarını mən tövsiyə eləmirəm. Bəs necə nəzarətdə saxlayırsınız? Ona görə onlara təbii qidalar, təbii vasitələrdən biz məsləhət görürük, amma bəzən də o da kömək eləməyə bilər. Ona görə hamiləlikdən qabaq hər bir kəs verdiyi infeksiyalar kimi toksoplazma verir, gerpes verir, başqa-başqa analizləri vitaminləri verir, bir zəhmət, bir qurddan da. Mütləq paraziti də verməlidir. Bəli. Paraziti ona görə verməlidir ki, ondan sonra hamiləlik devrində o xəstələr çox əziyyət çəkir. Əgər biz hər hansı bir parazit dərmanı, qurd dərmanı xəstəyə verəriksə, o tonusunu artmasına gətirir, çıxardır və uşaqlarda həm zəhərlənməyə, həm düşük salmağa da, uşağı salmağa səbəb ola bilər. Mən ona görə o sualı verdim, çünki mənim üçün təhlükəlidir. Hamilə qadınlara heç bir dərmanı, heç bir təbii hazırlanmış belə bitki çaylarını belə məsləhət görmürəm. Bir vətəndaş sualı da səsləndirək, sonra yekunlaşdıraq. Deməli, İlqar Quliyev soruşur ki, mənim 50 yaşım var. 25 ildir ki, qırmızı qurd eşənəyindən əziyyət çəkirəm. Hətta fotonu da göndərib. Mən bunu deyirdim, bəli, bax bu fotonu. Adam 25 ildir onun əsiridir və vəziyyət də bax bu yerdədir. Yəni, bunun müalicəsi mümkündür yoxsa? Krasnovalçanka deyirik də, qırmızı qurd eşənəyi. Burada bunu dəqiq müayinə olunmalıdır. Bəzən belə xəstələr çox gəlir. Məsələn, adi bir müalicə ilə sağala bilirlər. Amma qırmızı qurd eşənəyi, onlar qarmonlarla, ən çox qarmonal preparatlarla müalicə olunurlar. Yəni, onun müalicəsi çox çətindir və yəni mən ona o xəstəliyin tam müalicəsini dəqiq deyə bilmərəm. Aydındır. Valla, vaxt necə axır, necə ayrı vaxtı 15-20 dəqiqəni imtahanda gözləyirsən də vaxt gəlib qutarmır. Necə gedir bu vaxt bilmirəm. Amma mənim sizdən bir xahişim olacaq. Növbəti dəfə balqabaq tumudur. Bayaq dediniz, hamilələrə faydalı qida ilə. Nə olar? Onları götürün, gətirin. Onlar mixəkli çay ola bilər. Bəhbə, niyə də olmasın Məlaət xanım? Onlar üçün xüsusi hazırlayacaq. Biz hər efir sizdən faydalanaq, yararlanaq. Gələn dəfə onu mütləq nəzərə alaq. Bu ən böyük savabdır. İnsanlar bunu edib içdikcə, bir faydasını gördükcə savab qatınıza bir yerdən daha yazırlar. Mən isə